Salam əziz izləyicilər. Bugün eksogen proses və relyef morfoskulptur anlayışından test tapşırıqlarının 2025 toplusundan izah edəcəm. Birinci test tapşırığına baxaq. Akkumulyativ düzənlikləri yaradan əsas amillər akkumulyasiya toplanmadır. Xarici qüvvələrin təsirində suxurların gətirib toplanmasıdır. Bu prosesdə axarsular, çay və ya müvəqqəti axarlar suxurların gətirib toplanması ola bilər. Bu zaman daimi axarlar alluvial düzənliklər, müvəqqəti axarlar proalluvial düzlər yaradır. Həmçinin külək də suxurları daşıyaraq toplaya bilir və buzlaqlar da bu işdə fəal iştirak edir. Xüsusilə də buzlaq çöküntüləri morenlərdir. Delluvial düzlər formalaşdırır. Buna görə cavabımız elə C variantıdır. A variantında külək doğrudur. Dalğaların sayı da daha çox dağıcı fəaliyyət abraziya idi. Tektonik sıxılmalar ümumiyyətlə bizim şərtə uyğun deyil. Bu zaman qırışmalar baş verir və əlbəttə ki, dağlar sistemi yaranır. Aşınma, xarici qüvvənin təsirində aşınma suxurda parçalanmadır. Amma akkumulyativ düzənliyin yaranması üçün o aşınma məhsulunun toplanması lazımdır. Bu işdə axarsular, küləklər və buzlaqlar iştirak edir. Və yaxud da ki, palçıq vulkanları və intensiv əyilmə də şərtimizə uyğun gəlməyən ifadələrdir. Denudasiya akkumulyativ düzənliyin yox, denudasiyon düzənliyin yaranmasında iştirak edəcək. Ona görə yanlış olacaq. Eroziya xarici qüvvənin aşınma prosesidir. Tektonik hərəkətlər isə bu prosesin əlaqəsi yoxdur. Yalnız endogen yox, əlbəttə ki, bu işdə xüsusilə də eksogen amillər, xarici qüvvələrin iştirakı lazımdır. Davam edirik. Suxurların fiziki aşınması daha sürətlə baş verir. Fiziki aşınma səhralarda təbii ki gedəcək. Doğru cavab tropik səhralardır. Gündüzlər səth 40-45 dərəcəyə qədər qalxır, gecələr 0-a qədər enir və sutqalıq amplitudanın 50 dərəcəyə yaxın olması suxurlarda fiziki aşınmanın baş verməsinə səbəb olur. Kars prosesləri dedikdə nə başa düşülür? Kars prosesləri suxurların yeraltı sular tərəfindən yuyulmasıdır. Xüsusilə əhəng daşı, təbaşir, gips, dolomit kimi suxurlar su ilə təmas zamanı həll olur və boşluqlara çevrilir və mağaralar yaranır. 4. Dördüncü buzlaşmasının daha çox rol oynadığı düzənlik. Bu buzlaşmalar əlbəttə ki, qütbə yaxın ərazilərdən söhbət gedir. Belə ərazilərə biz Şərqi Avropanın şimal hissəsini, həmçinin Almaniya Polşa ovalığını, Şimali Amerikada Hudson sahili və eyni zamanda mərkəzi düzənlikləri qeyd edə bilərik. Yarımadalardan isə xüsusilə də Avropanın şimalında Skandinav yarımadası, Kola yarımadası, Asiyada Yamal, Qıdan, Taymır kimi yarımadalar və yaxud da ki, Şimali Amerikada Bute yarımadası, Ungava, Labrador yarımadaları misal çəkmək olar və adalar da qütbə yaxın olan adaları qeyd etmək olar. 5-ci test tapşırığına baxaq. Səhralar üçün səciyyəvi olan relyef formaları səhralarda qum təpələri, barxan və duyunlardır. Həmçində defiliyasiya nəticəsində şahid dağlar formalaşır. Doğru cavab duyunlar, balxanlar və qum təpələri tirələridir. Abraziya nədir? Dalğaların sayıdakı geoloji fəaliyyətidir. Müvafiq olaraq su hövzələrinin sahillərdə dalğaların dağıcı fəaliyyəti olacaq. Beləliklə A variantı cavabımızdır. 7-yə baxırıq. Buzlaqların fəaliyyəti nəticəsində əmələ gələn relyef formaları trok dərələri, karlar, sirklərdir. Buna uyğun A variantı olacaq. A variantında adlar çəkilənlər buzlağın dağıdıcı fəaliyyətidir. Toplayıcı fəaliyyəti isə moren, tirə və təpələrdir. 8-ə baxaq. Axarsuların fəaliyyəti nəticəsində əmələ gələn relyef formaları çayların fəaliyyəti nəticəsində yoldaşlar. Dağ ətəklərində gətirmə konusları toplayıcı fəaliyyət kimi, mənsəbdə isə deltalar yaradır. Yaratdığı düzənliklər isə alluvial düzənliklərdir. Burada doğru cavab A variantıdır. Gətirmə konusu az öncə bildirdik. Estuari və çay deltaları çay mənsəblərinin relyef formalarıdır. Estuari mənsəbdə qıf şəklində formalaşan körfəzlərdir. Bu xüsusilə də çayın mənsəbində qabarma çəkilmə ilə əlaqədar bu zaman baş verən bor hadisəsi yaradır. Deltalar isə çay çöküntüləri mənsəbdə toplayan zaman formalaşır və bu zaman çay çoxlu qollara bölünərək suyunu su tutara çatdırır. Digər variantlarda təqdim edilən çay dərələri
akarsuların fəaliyyəti ilə formalaşır. Yarğanlar isə müvəqqəti akarsuların, xüsusilə də yağış sularının təsirindən formalaşan axıntılar zamanı formalaşır. Quraq ərazilərdə, quru dərələrdir. Yəni o da akarsular hesab edilir. Müvəqqəti axar və ya daimi axar hər ikisi akarsulardır. Amma burada B variantında barxanlar pozur. Barxanlar səhralarda formalaşır. Oraq şəklindəki qum təpələridir. C-də də duyunlar pozur. Hansı ki onlar da səhrada formalaşan küləyin yaratdığı relyef formalardır, barxan kimi. D-də moren tirələri pozur. Çünki buzlağın toplayıcı fəaliyyətidir. Qobular müvəqqəti axarın yaratdığı quru dərələrin son formasıdır. Yarğandan fərqli olaraq qobularda yamaçlar hamar, dibi isə ot-kol bitkilərlə örtülü olur. E variantında da duyunlar bizim şərtimizi pozur. Teraslar isə çay dərələrində formalaşan mərtəbələrdir. Gəlin onu sizin təqdim edeyim. Bu şəkildə mərtəbələrdir. Hansı ki təqdim etdiyim təsvirdəki bu hissələr terraslardır. Çay isə bu hissədə axır. Davam edək. 9. Alluvial düzənliklərin yaranmasının səbəbi alluvial çay çöküntüləri deməkdir və o çay çöküntüdən toplanması zamanı yaranır. Məsəl üçün Kür-Araz alluvial düzənlikdir. Kür-Araz və onun qollarının çöküntüdən toplanmasından yaranıb. Moren təpə və tirələrin əmələ gəlməsinin səbəbi buzlaqların fəaliyyətidir ki, buzlaqlar dağ yamaçlarından suxurları gətirib çöktürür. Böyük səhrada fiziki aşımanın güclü baş verməsinin səbəbi sutkalıq temperatur amplitudunun böyük olmasıdır. Yəni bu o deməkdir ki, gündüzlər temperatur 40-45-50-yə qədər qalxır, gecələr 0-a qədər enir, 50 dərəcə yaxın amplituda olur. Bu da fiziki aşımanı yaradacaq. 12. Kanyonların əmələ gəlməsi üçün zəruri olan şərait. Bunun üçün əlbəttə ki, kanyonlar boru şəklində dərələrdir. Yumşaq, tez yuyula bilən suxurların olması və dağlıq, relyef olması şərtdir. B variantında relyefin meylinin çox olması və asan yuyulan suxurların üstünün təşkil edilməsi. Asan yuyulanlar da əhəng daşı, təbaşir, gips kimi suxurlardır. 13. Buzlaq relyef formaları az öncə də qeyd etdik. Troq dərələri, karlar, sirklər, həmçinin moren tirə və təpələrdir. 14. Akkumulyativ relyef formaları. Akkumulasiya toplanmadır. Siz dərələri çıxarsınız, çünki dərələr dağıdıcı erozyon fəaliyyətdir. Belə ki, yarğanlar müvəqqəti axarın yaratdığı dərələrdir. Troq dərələrdə buzlaqların yaratdığı dərələrdir. Terraslar da çayların fəaliyyətidir. Onlar hamısı dağıcı fəaliyyətdir. Delta gətirmə konusu çayların toplayıcı fəaliyyətdir. Delta mənsəbdə çöküntüdən toplanması, gətirmə konusu dağ ətəyində çöküntüdən toplanmasıdır. Moren tirə və təpələri isə buzlaqların toplayıcı fəaliyyətidir və cavabımız B variantidir. C variantında meandr çayın dağıcı fəaliyyətidir. Ovalıqlarda əyri-üyrü hərəkətlər idi. Ovallıq akkumulyativ relyef forması olar, çünki çöküntüdən toplanmasıdır. Sirklər isə dağıcı fəaliyyətidir. Buzlaqların fincan şəklində yaratdığı çökəlikləridir. Yaylalar akkumulyativ yox, dağıcı fəaliyyətdir. Denudasiyon fəaliyyəti nəticəsində baş verir. 500-dən yuxarı olan düzənliklərdir. Deltalar şərtimizə uyğun gəlir. Qobular isə dağıcı fəaliyyətdir, çünki qobu quru dərənin son vəziyyətidir. Yarğan qobuya çevrilirdi. Yerdə gətirmə konusu şərtimizə uyğun gəlir. Terraslar adətən dağıcı fəaliyyətdir. Çaylarda dib və yan erozyon ardıcıl baş verdiyi zaman baş verirdi. Yarğanlar da müvəqqəti axarın dağıcı fəaliyyətidir. Quru dərələrdir, kəskin parçalanmış dərələrdir. İnkişafın son mərhələsində qobuya çevrilir. Ekzorasiya buzlaqların dağıdıcı fəaliyyətidir. A doğrudur. Davam edirik. 16. Defiliasiya və ekzorasiya nəticəsində yaranan relyef formaların mövcud olduğu müvafiq ərazilər. Defiliasiya küləyin soğurma gücüdür və səhraları seçəcəksiniz. Ekzorasiya buzlaqların qazıma fəaliyyətidir. Bu da qütbə yaxın
şimal enliklərini seçmək olar, ya da yüksək dağlıq əraziləri. Müvafiq olaraq doğru cavabımız quraq ərazilərə. Məsəl üçün D variantı doğru cavab olacaq. Liviya səhrasında defiliyasiya olacaq, hansı ki barxan duyunlar yaranır. Şərqi Avropanın şimal hissəsi isə 4-cü buzlaşmasına məruz qaldığına görə ekstrasiyanın izləri burada genişdir. Davam edirik. 17. Su eroziyasının ən çox yayıldığı ərazilər, rütubətin əlbəttə ki, yağıntının çox olduğu ərazilər seçməlisiniz. Ekvator boyu ərazilərdə müvafiq olaraq Cənub-Şərqi Asiya, yəni Indoneziya tərəf, eyni zamanda Afrika mərkəzində Kongo və Cənubi Amerika mərkəzində Amazon çaylarının hövzələri ifrat rütubətlənmiş ərazilərdir və kimyəvi aşma intensiv getdiyi ərazidir. Eksogen mənşəli relyef formalar, xarici qüvvələrin fəaliyyətini seçirik. Elə A doğrudur. Morentiləri buzaqların toplayıcı fəaliyyətidir. Gətirmə konusu çayların toplayıcı fəaliyyətidir dağ ətəyində. Duyumlar küləyin fəaliyyətidir. Səhralarda formalaşan qum təpələrdir. Karlar buzaqların dağıcı fəaliyyətidir. Elə bunlar cavabımızdır. Digər variantlarda şərtə uyğun gəlməyənləri seçək. Kanyonlar uyğun gəlsə də vulkan kraterləri endogen qüvvələrin təsirində formalaşır. Sirklər buzların fəaliyyəti olaraq uyğun gəlsə də novlar məhz tavalarının üfüqi hərəkəti zamanı baş verir. Subduksiya zonalarında materiklə okean tipli tavanın toqquşmasında formalaşırdı. C variantında dərələr uyğun gəlsə də burada sinklinal anlayışı pozacaq və yaxud da ki yarımadanın özünün formalaşması da elə eksogen prosesə aid edilməz. Burada sadəcə dərə və yarğanlar uyğun gəlir. D-də gətirmə konusları, deltalar uyğun gəlsə də vulkan kraterləri, eksogen relyefdir, estuarilər isə uyğun gəlir. Y variantında mərcan mənşə adalar eksogen mənşəli hesab edilmir və yaxud da ki onu yaradan elə mərcan mənşəli adalar elə mərcan poliplərindən yaranır. Burada antiklinallar xüsusilə pozacaq. Antiklinal sinklinal tavalarının üfüqi hərəkətinin nəticəsidir. Burada yarğanlar və karlar ödəyir. Yoldaşlar, mərcan mənşə adalar az öncə diqqətsizlik elədik. Onu eksogen amillər, canlı orqanizmlər yaradır. O yüzden də o da şərtimizə uyğun gəlir. Y variantını pozan səbəb antiklinallardır. Onlar tavalarının üfüqi hərəkəti zamanı qırışıb qalxan ərazilərdir. Cavan dağlıq ərazilər üçün səciyyədir. 19-a baxaq. Küləyin fəaliyyəti adlanır. Küləyin əlbəttə ki fəaliyyəti defiliyasiya adlanacaq. Eol mənşəli relyeflər olan duyum, barxan, qum təpələri bunlar toplayıcı və bir də qeyd edəcəksiniz ki şahid dağlar isə dağcı fəaliyyətidir. Dağcı fəaliyyət nəticəsində yaranan relyef nümunəsidir. 20. Aşınma məhsulların bir yerdən başqa yerə aparılması bu denudasiyadır. Denudasiya dağılma, daşınmadır. Akkumulasiya isə toplanma idi. 21. Geomorfoloji xəritədə təsvir olunur. Geomorfologiya yer səthinin relyefini öyrənən bölümdür və yer səthindəki nahamarlıqlar göstərilir. Yarğanın inkişafının son mərhələsində o qobuya çevrilir. Qobu yarğandan fərqli olaraq yamaçlar hamarlanır. Dib hissəsi ot-kol bitkilərlə örtülü olur. 23. Hamar relyefə malik səthi qalın çökmə sıxırlarla örtülmüş relyef formaları ovalıqlardır. 200 metrə qədər olan düzənliklər səthi hamar olur və üzərində qalın çökmə sıxırlar mövcud olur. Burada sizi çaşdıra biləcək ifadə abraziyan düzənliklərdir. Bu okean dibindəki düzənliklərdir. Onun üzərində nazik çökmə sıxırı olur. Okean mənşəli çöküntülər olur. 24. Kanyon meandradar ifadələri uyğunlaşdıraq. Kanyon çay dərələri idi, boru şəklində. Meandrlar isə çay yatağında əyri üyrülər idi. Dağ çayların yumşaq əhəng daşı sıxırlarını kəsib keçən hissəsində yaranan kanyondur. İspan dilində boru deməkdir, dar dərin dərələrdir. B. Çay özünə yeni yataq yaratdıqda axmaz gölə çevrilir. Bu ifadə meandr üçün səciyyəvidir. Eroziya prosesinin nəticəsində yaranır. Hər ikisi çayın eroziyon fəaliyyətidir.
dağıcı fəaliyyətidir. Meyilli çox olan ərazilərdə ensiz dərin dərələr bu kanyona aiddir. Kürçən aşağı axarda mənsəbə yaxın hissədə meandrlar yaradır. Deməli, D bura, Y də bura gedir. Biri AD. Biri AD olan bir dənə variantımız qalır. 2-yə B-yə, 3-ə də C uyğun gəlir. C doğrudur. 25. Barxanlar səhralarda formalaşan aypara şəkilli qum təpələridir. Sirklər buzlağın fəaliyyətindən formalaşan fincal şəkilli çökəliklərdir. Mikro relyef olması hər ikisinə aiddir. Kiçik ölçü relyeflərdir. Eol küləyin fəaliyyəti də səhralarda olur, yəni barxana gedir. Xarici qüvvə hər ikisi. Barxanlar külək, sirklər buzlaqda hər ikisi xarici qüvvədir. Eksorasiya buzlaqların fəaliyyətidir. Defiliyasiya isə küləyin fəaliyyəti idi. Ona görə D gedir sirklərə. Əsasən səhrada olan da elə bu arada qeyd edəcəksiniz ki, barxanlardır. Cavabımız nə oldu? 1-ə B və Y, 2-yə sadəcə D, 3-ə isə A və C. Yarğanlara aid olan əlamət. Bunu müvəqqəti axınlar yaradır. Quraq arid iqlimdə və meyillik çox olan yamaçlarda formalaşır. İnkişafın sonunda da qobiyə çevrilir. Rütubətli iqlim yox, arid iqlimdir. Müvəqqəti axarların dağıcı fəaliyyəti nəticəsində yaranır. Quru, kəskin parçalanmış dərələr idi. Daimi axınların yaradıcı yox, 2-dəki ifadə doğrudur. Dağ yamaçlarında, meyilli sahələrdə daha sürətli inkişaf edir. Bəli, nə qədər meyillik çoxdursa, axın o qədər sürətli olur və onun dağıcı gücü çox olur. Endogen yox, eksogen xarici qüvvələrdir. Müvəqqəti axınlar, məsəl üçün, yağışdan sonra formalaşan axıntı, qarın əriməsindən sonra yaranan axıntıdır. İnkişafın son mərhələsində də qobiyə çevrilir. Cavabımız 2, 4, 6. 27. Eksorasiya buzlaqların qazınma fəaliyyəti nəticəsində əmələ gələn relyef formaları daha əvvəldə bir neçəsini işlədik. Trok dərələri, karlar, sirklər və morenləri qeyd etmək olar. Moren buzlağın toplayıcı fəaliyyətidir, digərləri dağıcı fəaliyyətidir. 28. Sürüşməyə qarşı aparılan əsas mübarizə tədbiri birdə qeyd edilən ifadə aid deyil. O, ümumiyyətlə, tamamilə yararsız hala düşmüş torpaqların yenidən bərpa edilməsidir. Tutalım, Abşeronda neftlə çirklənmiş torpaqlar, yaxud da daş kəsəndə faydalı qazıntı çıxarılan ərazilərdə ərazinin bərpa edildiyi hissələr üçün səciyyəvidir. Amma drenajlar sürüşməyi yaradan yeraltı sular olduğuna görə drenaj yaradaraq toplanan yeraltı suları axıtmaqla mübarizə aparmaq olar. Dəmiyə əkinçiliyi suvarılma əkinçilikdə əlaqəsi olmayan ifadə kimi qeyd ediblər. Amma meşə zolağının salınması mübarizə tədbiridir. Həqiqətən də yamaçlarda meşə zolaqları salınarsa, məhz onların kök sistemi yamaçları möhkəmləndər, bərkidər. Növbəli əkin sisteminə keçirilməsində yanaşma doğru ifadə deyil. Cavab burada 2 və 4-dür. Sürüşmə hadisəsini yaradan əsas amillər əlbəttə ki, qurun suyun səviyyəsinin qalxmasıdır və səthi meylinin çox olmasıdır və atmosfer yağıntıları da buna təsir edir. Az öncə 3 oxumadan 4-ə keçdik. Cavabımız 2, 3, 4 olacaq. Xüsusilə də yağıntılar çox olanda sürüşmənin intensivliyi artır. Bu, qurun suyun səviyyəsinin qalxmasına səbəb olur. Xüsusilə də suxur layların su keçirən və su keçirməyən ardıcı yerləşməsi bu prosesə təsir edən əsas amildir. Altda su keçirməyən gil, üzərində su keçirən qum çınqılı yerləşəndə bu proses baş verir. Relyefin əmələ gəlməsinə təsir edən xarici amillərə aiddir. Yer qabığında dərinlikdən asılı olaraq temperaturun dəyişməsi bu xarici amil ola bilməz. Yerin daxili enerjisidir. Amma sutqalıq temperatur amplitudu fiziki aşınmanı yaradan xarici amildir. İnsanların təsiri də əlbəttə ki, biz xarici amil kimi qeyd edə bilərik. Məhz insan fəaliyyəti nəticəsində məqsədyönlü və körtəbii fəaliyyətlər müxtəlif relyefin yaranmasına səbəb olar. Tutalım, körtəbii fəaliyyətə biz terrikon təpələri deyə bilərik, sənaye tullantılarının toplanması. Və yaxud da ki, insanların məqsədyönlü fəaliyyətlərinə
hidrotexniki qurğuların inşası, burada kollektor drenajların qurulması və sair amillərini qeyd etmək olar. Sərt suların fəaliyyəti, bəli, çayların fəaliyyəti də xarici amildir, amma havaların hərəkəti endogen amildir, daxili qüvvələrdir. Uyğunlaşdıraq. Morfostrukturlar endogen qüvvələrin yaratdığı iri relyef formalardır. Morfoskulptur eksogen amillərin təsirindən yaranan kiçik ölçülü relyef formalardır. Yarğanlar morfoskulptur xarici qüvvələrə aiddir, amma qırışıq dağları yaradan daxili qüvvələrdir. Çay dərələri xarici qüvvələr yaradır, çay özü yaradır. Dağarası çökəliklər isə iri relyef formalarını morfostruktura aid edirsiniz. Okean sistemlərdə həmçinin daxili qüvvələr yaradır. Amma moren tirələri xarici qüvvələr, buzdaqlar formalaşdırır, buzdaq çöküntüləridir. 2, 4, 5, 1, 3, 6. Uyğunlaşdıraq. Küləklərin fəaliyyəti, buzdaqların fəaliyyəti. Yarğan və qobular müvəqqəti axarların fəaliyyətindən yaranır ki, bu heç birinə getmədi. Amma barxan düyünlər küləyin fəaliyyətindən yaranan relyefdir. Sərrada qum təpələridir. Sirklər, turok dərələri, karlar, morenlər buzdağın fəaliyyətidir. İkinciyə gedər. Cavab C. Axarsular və küləyin fəaliyyətinə uyğunlaşdıraq. Barxanlar sərrada küləyin fəaliyyətinin nəticəsidir. Qumun bir yerə yığılmasıdır. Yarğanlar axarsu kimi müvəqqəti axarlara aiddir. Burada həm daimi, həm də müvəqqəti axar hər ikisinə aid ifadəni götürə bilərik. Moren tirələri buzdaqların fəaliyyətidir. Bunu heç birini götürmürsünüz. Amma duyunlar küləyin fəaliyyətidir. O yüzden də 4-ü bura qeyd elədik. Gətirmə konusları axar sular, çayların fəaliyyətidir. Dağdan düzənə çıxanda topladığı çöküntülərdir. Yedbihvari formaya malik olur. Konusa bənzər olur. Buna görə belə adlandırılıb. 2, 5, 1, 4. Yeraltı sular əmələ gətirir. Yeraltı sular kars mağaraları yaradır. Sürüşmə hadisələrini formalaşır və kars qıflarını yaradır. 35. Fiziki aşımanın daha sürətli getdiyi məntəqə sutkalıq amplituddan daha böyük olduğu məntəqədir. 3-cü məntəqə. 5 ilə 40 arasında burada 35 dərəcəlik amplituda fərq var. Amplituda ən yüksək ilə ən aşağısındakı fərqdir. Nə qədər çox olsa fiziki aşım o qədər intensiv gedər. Xarici qüvvələrin təsiri nəticəsində suxurların parçalanması, daşınması və çöktürülməsi prosesi müvafiq olaraq adlanır. Suxurların parçalanması aşınmadır. Daşınması bu dendasiya, çöktürülməsi də akkumulasiyadır. A doğrudur. Aşınma, akkumulasiya, dendasiya, eroziya proseslərinin ümumi əlaməti nədir? Bunlar əlbəttə ki, xarici qüvvələrin təsirindən yaranan proseslərdir. Fiziki aşınmanın daha fəal getdiyi dağlıq yaylalar. Siz buna səhralardakı Əhəqqar, Tibesti, Darfur, həmçində Qobi yaylasında qeyd edilərsiniz Çində. Həmin ərazi də səhralaşmış ərazidir, Qobi səhrası. Və yaxud da ki, Afrikanın cənubunda Kalahari səhrası, o da yayladır, 1000-1200 metr hündürlüyü var. Yayla yəqin ki bilirsiniz, 500-dən yuxarı olan düzən ərazilərdir. Səthi çox hamar olan düzənliklər platodur. Hansı təbiət hadisələrinin inkişafı ardıcıllıq pozulmuşdur? Elə A variantı pozulub. Əvvəl ekzorasiya buzların dağıcı fəaliyyəti olar, sonra onların daşınaraq toplanması morenlərə çevrilər. Sirklər isə buzlağın fəaliyyəti ilə yaranan fincan şəkilli çökəkliklərdir. Digərlərində problem yoxdur, yoldaşlar. 40-da. Burada isə düzgün verilib deyir. Baxaq. Barxanın yaranması defiliyasiya, qum tirələrin yaranması. Əslində, defiliyasiya külənin soğurma gücüdür və külə qumu bir yerdən başqa yerə aparır və ondan sonra barxan yaranar. Burada yanlışdır. Moren tirələrin yaranması, ekzorasiya sirklərin yaranması qeyd edilib. Burada yanlışdır. Ekzorasiya buzdaqlarını qazıma işidir və onlar yaratdığı çöküntüləri daşıyır və moren çöküntüləri çevirir. Amma C doğrudur, belə ki, litosifer tavalarının toqquşması
seismik hadisələr, proseslərə səbəb olur ki, bu zaman zəlzələlər yaranır. C doğrudur. D-də denudasiya yox, birinci aşınma baş verər, sonra həmin aşınma məhsullar denudasiyada aşınmaya və sonra isə akkumulyasiyaya məruz qalar, toplanmaya məruz qalar. Y-də əvvəlcə Kars prosesi baş verər. Kars prosesi bilirik ki, yeraltı suların sular yumasıdır. Bu zaman mağara yaranır. Bataqlıqlar isə bu proseslə əlaqəsi olmayan ifadədir. 41. 4-cü dövrü buzlaşmasının əmələ gətirdiyi relyef formaları daha geniş yayıldığı ərazilər. Belə bir ərazilər qütbə yaxın ərazilər olar. Bayaq bu barədə bəhs etmişdik. Hansı ki cavabımızda məsəl üçün Y variantı doğru olacaq. Şərqi Avropa düzənliyinin şimali hissəsi Almaniya, Polşa ovalığı, Şimali Sibir kimi ərazilər şərtə uyğundur. Həmçinin Skandinav yarımadası, Kola yarımadası, Mərkəzi düzənlik, Labrador yarımadası və qütbə yaxın bütün adalar. Bunun qəbulda düşən versiyasında doğru cavab Mərkəzi düzənlik bu Şimali Amerikada göllər ətrafı idi. Həmçinin Skandinav yarımadası və Şərqi Avropa düzənliyi idi. Doğru cavab belə verilmişdir. Davam edək. 4-cü buzlaşmasının əmələ gətirdiyi relyef formalarının daha geniş yayıldığı ərazilər. Elə az öncə dediyim qəbul testi ilə bu idi. Davam edək. 43. Doğru sıralar müəyyən edin. Mərkəzi ovalıq Avstraliyadadır. Adı mərkəzi olsa da biraz şərt yerləşir. Ovalıqdır. Akkumulyasiya prosesiyasında yaranır. Doğrudur. Ovalıqlar akkumulyasiya, yaylılar denudasiya nəticəsində yaranır. Akkumulyasiya suların gətirilib toplanmasından formalaşır. Böyük suacı dağlar materikin şərqində yerləşir. Qırışıq faili yox, faili olmalıydı. Buna görə yanlışdır. Qırışıq faili Tianşan altı Asiyanın yenidən törənən dağlardır. Amma böyük suacı qədim dağ olaraq sadəcə failidir. Host qrabenlərə malik olur. 3. Nallabor düzənli Böyük Avstraliya körfəzi sahilində yerləşir. Avstraliya cənubunda yerləşir. Doğrudur. Mərkəzi düzənlik bu Şimali Amerikada göllər ətrafındadır. Fəal seysmilə malik olması yanlışdır. Şimali Amerikanın yadda saxlayın, fəal seysmik zonası qərb hissəsidir. Həmçinin Cənubi Amerikada da. Onların mərkəzi və şərqi hissəsi platformadır. Atlas dağları tropik işıqlanma quşağında yerləşməsi yanlışdır. Tropik işıqlanma 20.5 şimal və cənub tropiklər arasında olan ərazidir. Atlas isə 30 şimaldan da şimalda yerləşir. Əksər hissəsi, yəni tropikin arasında yerləşmir. Xəritədə təzən özünüz baxarsınız. Cavab sadəcə 1-3 olacaq, Y variantı. Barxanlar küləyin fəaliyyətindən səhrada formalaşan aypara şəklindəki qum təpələrdir. Morenlər buzağın fəaliyyətindən formalaşan çöküntülərdir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində rast gəlinən buzlaq relyef formaları olacaq, yəni morenlər. 1 getdi ikinciyə. Avrasiya materikində hər ikisinə rast gəlinir. Burada səhralar da var, Ərəbistanda, İranda və yaxud da ki, Mərkəzi Asiyada. Həmçinin dağlıq ərazilərdə və qütbə yaxın ərazilərdə buzlaqların fəaliyyəti var. Ona görə ikisinə də getdi. Sutqal temperaturu böyük olduğu ərazilərdə fiziki aşınma, yəni səhralar, barxanlar yaranacaq. Tropik genliklərdə daha çox yayılan da ilə isti ərazilərdə, quraq iqlimdə barxanlar, səhralar formalaşır. Xarici qüvvələr hər ikisidir. Biri səhrada küləyin fəaliyyəti, fiziki aşınma nəticəsi, digəri isə buzlaqların fəaliyyətidir. Daimi donuşuq ərazilərdə rast gəlinən əlbəttə ki, morenlərdir. Cavabımız 3-4, 1-6 və 2-5 olacaq. Ərəbistan və Hindistan yarımadalarına dair ifadələrə baxaq. Avrasiya üçün yad quru olan hər ikisidir. Belə ki, Mezozoida qeyd edirik ki, Ərəbistan Afrikadan qopub Avrasiya birləşir. Hindistan isə Hind-Avstraliya tavasının tərkibində şimal hərəkət edərək Avrasiya toqquşur və yad quru hesab edilir. 2. Yerləşdiyi platformanın qalxan hissələrində zəngin faydalı qazıntılar, filiz faydalı qazıntılar. Filizlər əlbəttə ki, Hindistanda olacaq. Dəmir, boksit xüsusilə diqqət çəkir. Ərəbistan yarımadasının şərqində, ovalıq hissədə isə zəngin neft qazı ehtiyatı var. Xüsusilə də sahildəki İran körfəzinin şel zonası neft qazına zəngindir.
Eyni adlı tavanın hərəkəti nəticəsində Qırmızı dənizin sahəsi getdikcə genişlənir. Bu Ərəbistana aiddir. Afrika arasında əlbəttə ki, formalaşıb Qırmızı dəniz. Qədim Gondwana qurusunun tərkibinə hər ikisi aid idi. Ərazinin intensiv fiziki aşınma, yəni səhralar bu Ərəbistan üçün səciyyəvidir. Şimalda dünyanın ən hündür dağ sistemi Himalay yerləşir. Bu da Hindistana aiddir. Cavabınız 3, 5, 2, 6 və 1, 4. Y. Uyğunluğu müəyyən edin. Eksorasiya buzdaqların fəaliyyətidir. Tepu illər yanlışdır. Cənubi Amerikada masaya bənzər dağlardır. Onlar fiziki kimyəvi aşınma nəticəsində baş verib. Deməli, A gedər. B-də eksorasiya trok dərələri, sirklər və karlar təqdim edilir. Bəli, buzdaqların fəaliyyətindən bunlar yaranır. Eol küləyin fəaliyyətidir. Səhralarda bəli, barxanlar və eyni zamanda qum təpələri, duyunlar yaradır. B doğrudur. C-də eksorasiya barxan yazıb, buzdaqların təsiri yox, o eol prosesi nəticəsində yaranıb. D-də eksorasiya üçün frin buzlaqdır, doğrudur. Qum təpələri yaranır, yanlışdır. Bu eol proseslərdir, buna görə getdi. Y-də eksorasiya troktora doğrudur, morenlər doğrudur. Amma vahələr yeraltı suların fəaliyyəti ilə yaranır səthə çıxmış hissələrdə. Nədir vahə? Səhralarda şirin qurun suların səthə yaxın yerləşməsi ilə formalaşan yaşıllıqdır. Davam edək. Arid dendəsin relyef formaları. Arid dendəsin arid iqlim ərazilərində formalaşan quru kəskin parçalanmış relyef formalarıdır. Cavabımız burada D variantıdır. Quru, isti iqlim şəraitində kəskin parçalanmış relyef formaları, misal üçün yarğan qobuları qeyd etmək olar. 48. Akkumulasiya prosesi toplanmadır. Əlbəttə ki, çökəkliklərdə gedir. 5-ləri daxildən toxunan 2 və 4-ü götürərsiniz. Dendasiya dağılmadır. Dağ təpələrdə hündür ərazilərini götürürsünüz. Bu səfər 5-ləri kənardan toxunan təpələri 2 və yenə 4-ü götürürsünüz. Cavabımız A variantıdır. 50. Relyefin əmələ gəlməsinə təsir edən xarici amillərə aiddir. Yer qabının dərinliklərindən asılı olaraq temperaturun dəyişməsi bu endogendir. Xarici amillər istəyir bizdən. Sutkalıq temperatur amplitudunun böyük olması, bəli, fiziki aşınmanı, buzdaqların yaradıcı və dağıcı fəaliyyəti, sərt suların işi, bəli. Amma tavaların hərəkəti daxili qüvvələrdir. Çökmə süxurların əmələ gəlməsində rolu daha böyük olan amillər, buzdaqların fəaliyyəti doğrudur. Dağıcı, yaradıcı fəaliyyəti doğrudur. Maqnit qasırğalarla nə əlaqə? Amma sutkalı temperatur amplitudu burada iştirak edir. Seismik dalğaların əlaqəsi yoxdur. Morfoskulpturlar, yəni eksogen relyef, kiçik ölçüdə relyef. Vulkan kraterləri bu yerin daxili qüvvə, endogen qüvvələrdir. Morfostrukturada. Amma barxanlar, duyunlar küləyin fəaliyyətidir, şərtə uyğundur. Kanyonlar çayların fəaliyyətinə yaranan boru şəklində dərələrdir. Novlar isə şərtə uyğun deyil, onlar tavalan üfüqi hərəkəti zamanı yaranır. Endogendir, morfostrukturdur. Yarğan qobular müvəqqəti axarlar yaradır, morfoskulpturdur, doğrudur. Eksogen relyefdir. 53. Eksogen qüvvənin təsirinə yaranan relyef formaları. Faillər və siqnallar, bunlar tavalan hərəkəti ilə əlaqədar endogen qüvvələr yaradır. Amma barxanlar gətirmə konusları şərtə uyğundur. Barxanlı külək gətirmə konusu çaylar yaradır. Qobular ödəsə də, fiyortlar da ödəyir bu arada. Bunda dalğalar və buzdaqların fəaliyyətidir. Fiyortlar buzdaqların fəaliyyəti ilə formalaşan sahil tipidir. Deməli 2-3. Duyunlar ödəsə də burada antiklinallar pozur. Onlar tavaların üfüqi hərəkət zamanı qurunun qırışıb qalxması ilə formalaşır. Trok dərələri buzdaqların yaratdığı dərələrdir. Yarğanlar da müvəqqəti axarın yaratdığı dərələrdir. Yağış sularının yaratdığı, yağış suları səthdə formalaşdırdığı axıntıların yaratdığı dərədir. Kars qıfları yeraltı suların yaratdığı relyef bu ödəsə də, vulkan krateri maqmatizm, vulkanizm prosesinə əlaqədar formalaşır. Vulkanın konusu hissədə çökək şəklində, qıf şəklində çökəklikdir. Cavabımız 205.
54-ə baxaq. Morfostrukturlar endogenlər, morfoskulptur eksogen kiçik relyefdir. Gəlin burada 1-2 şəklində ayırd edək. Yarğan qoblar morfoskulpturdur, eksogen amillərdir. Müvəqqəti axarlar tərəfindən yaranan quru dərədir, inkişafın son mərhələsində qobiyə çevrilir. Qırışıq dağlar isə tavaların üfüq hərəkətindən yaranır, morfostruktura aiddir. Sürüşmə nəticəsində yaranan relyeflər, sürüşmələr yeraltı suların fəaliyyətindən formalaşır, süxurlarda yatım ardıcı pozulur və burada əlbəttə ki, qeyd edəcək ki, sürüşmələr ilə eksogen amillərlə yaranır. Morfoskulptura aiddir. Dağarası çökəkliklər sinknallardır. Bunlar əlbəttə ki, qırışmalar zamanı formalaşır. Endogen qüvvələrə aiddir. Moren tirələri buzdaqların fəaliyyəti ilə formalaşan çöküntülərdir. Eksogen amillərdir, 2-yə gedir. Abrazion terraslar dalğaların sahədəki fəaliyyətidir. Eksogenə aiddir. Okean novları isə tavaların üfüq hərəkəti endogen qüvvələrə aiddir. Gətirmə konusu çayların gətirib topladığı çöküntülər də dağ ətəyində olur. Eksogendir. Qoblar da müvəqqəti axarların fəaliyyətindən formalaşan deməli, yarğanın son mərhələsidir. Vulkan krateri maqmatizmlə əlaqədar endogen qüvvələr formalaşdırır. Kanyonlara aid ifadəni biz qeyd edək. Kanyonlar çaylarda baş verən eroziya nəticəsində söhbət dib eroziyanın təsirindən yaranır. 1-ə C uyğun gəlir. Trok dərələri buzdaqların ekzorasiya, qazma fəaliyyəti nəticəsində yaranır. Mağaralar isə yeraltı suların karst prosesi nəticəsində yaranır. Yumşaq suxurlar yumasından formalaşan boşluqlardır. Eol prosesi küləyin fəaliyyətidir. Bu zaman duyun barxanlar yaranır. Abraziya isə dalğaların sahədəki geoloji fəaliyyəti idi. 57. Duyunlar küləyin fəaliyyətidir. Küləyin fəaliyyəti isə eol prosesi adlanır. 1-ə B. Səhralarda yaranan qum təpələrdə duyunlar və barxanlar. Mağaralar yeraltı suların təsirindən formalaşan boşluqlardır və bu proses karst prosesi adlanır. Sirklər buzlaqların dağıcı fəaliyyətinin nəticəsidir. Buzlaqlar isə eksorasiya adlanır. Onların qazma fəaliyyəti. Abraziya dağların sahədəki geoloji fəaliyyətidir. Rekultivasiya isə bərpa etmədir. Tamamilə məhsuldarını itirmiş, yararsız torpaqların yenidən bərpa edilməsidir. 58. Çaylarda dağıdıcı fəaliyyət və yaradıcı fəaliyyətə də ifadələr uyğunlaşdıraq. Gəlin bunları 1 və 2 şəklində bu şəkildə yazdıq. Aslanlar dağıcı fəaliyyətdir, dağlıq ərazilərdə formalaşan maneələrdir. Gətirmə konusu isə suxurların toplanmasıdır. Şəlalələr dağıcı fəaliyyətdir. Deltalar toplayıcı fəaliyyətdir, yaradıcı. Karst mağaraları isə ümumiyyətlə çayların fəaliyyətinə aid deyil, onlar yeraltı suların fəaliyyətinə aiddir. Əlavə olaraq onda qeyd edək ki, çaylarda dağıcı fəaliyyətə biz Astana şəlalə dedik, həmçinin meandr axmazlarda qeyd edə bilərdik. Yaradıcı fəaliyyətə biz burada gətirmə konus və delta dedik. Əlavə olaraq alluvial düzənlikləri qeyd etmək olar. Alluvial çay çöküntülərinin toplanmasına yaranan düzənlikdir. Tutalım Kür-Araz. Çayların yaradıcı fəaliyyəti yenə 1 və 2-ni uyğunlaşdırmaq üçün qeyd edək. Dağıcı fəaliyyəti ikincidir. Kanyon boru şəklində çay dərəsidir. Bütün dərələr kanyonvari, V şəkilli, U şəkilli dərələr dağıcı fəaliyyətdir. Deməli 2-yə gələcək dağıcı fəaliyyətə. Delta köküntülərin toplanmasıdır mənsəbdə. Toplayıcı fəaliyyətdir. Karlar buzlaqların fəaliyyətidir. O, ümumiyyətlə çay fəaliyyətinə aid deyil. Buzlağın dağıcı fəaliyyətdir. Bu arada buzlağın toplayıcı fəaliyyəti morendir. Dağıcı fəaliyyət isə karlar, sirklər, torok dərələrdir. Alluvial düzənliklər bayaq qeyd etdik. Çaylarda yaradıcı fəaliyyətdir. Meandrlar isə çayın dağıcı fəaliyyətidir. Meandr sonradan axmaza çevrilir. Bu əyrilərdir meandrlar. Bunları dərslərində təqdim etmişik. Davam edək. Eksorasiya buzdaqların fəaliyyətidir. Gəlin görək bu zaman nələr yaranır. Trok dərələri, karlar, sirklər, moren tirə və təpələr yaranır. Burada onlardan sadəcə C var. Təknəvari dərə ilə trok dərələrdir. Taxçavari dərə də deyilir. Hansı ki belə dərələrdə yamaçlar dikə olur.
Dib isə hamarlanmış olur, belə geniş dərələrdir. Davam edirik. Çay eroziyası dib və yan olaraq iki hissəyə ayrılır. Dib eroziyası dağlıq ərazilərdə olur. Kanyonvari V şəkilli dərələr yaranır. Yan eroziyası düzənliklərdə olur. U şəkilli dərələr yaranır. Tutalım, burada kanyonvari dərələr yazılıb. Kars prosesi yeraltı suların süxurları həll etməsi və boşluğa çevirməsidir. Bu zaman kars qıfları mağaralar yaranır. Burada da A təqdim edilib. Yoldaşlar, burada B-ni ötürdük. Gəlin terraslardan da danışaq. Terraslar çaylarda dib və yan eroziyanın ardıcıl getməsi nəticəsində yaranır. Görünüşünə görə bu şəkildə olur terraslar. Çay təxminən bu hissədən axır. Və burada bu gördüyünüz pillələr terraslardır. Terrasları bir daha oxlarla göstərək. Bunlardır. Və əlbəttə ki, o çay eroziyası ilə əlaqədar formalaşır. Ona görə də ifadəni birinci B, sonra Y şəklində yazaq. Cavabımız budur. Qeyd edilən ifadələr içərisində abrazion sahillər bu 1-2-3-dən heç birinə aid deyil. O dalğaların sahildəki fəaliyyətidir, dağıdıcı fəaliyyətidir. Belə, bu test izahının sonuna çatdıq. Diqqətinizə görə təşəkkürlər. Hər birinizə uğurlar. Sağ olun.